Dövlət ipotekasına yararlı 1-ci və 2-ci mərtəbəsi monolit beton olan 104.000 manatla satışa çıxan belə bir 4 otaqlı həyət ev çəkib sizlərə göstərirəm. Masazırda 6 nömrəli məktəbin spor marketin çox yaxınında yerləşir bu ev. Çöl görünüşü bu qaydadadır, hörmətli izləyicilər. Həyətyanı sahə belədir. Qazın suyun işığın fasiləsi olduğu mərkəz kanalizasiyasının fəaliyyət göstərdiyi bir ərazidir. Təmirdən yeni çıxıb bəzi xırda kosmetik işlər qalır ki, onların da hər bir alıcılara təhvil veriləcək. Həyətyanı sahə bu qaydadadır, kombo aparatı orada quraşdırılacaq. Hündür rütubətsiz ağla bir ərazidə yerləşir. Giriş isə bu qaydadadır. 1-ci mərtəbə bütünlüklə istipoldur, işıqları qoşulmayıb. Solda yerləşir evin qonaq otağı, hörmətli izləyicilər. Belə bir qonaq otağı var. Evin qiymətini nəzərinizə çatdırdım. 104.000 manatdan təklif olunur. Əslində uzun müddət tikilmiş evdir. Sadəcə satışa çıxarılmamışdı, satılmırdı, belə deyək. Bura ilk mərtəbənin sanuzeli, pilləkənin alt hissəsində kollektor sistemi yığılıb, əlavə əşyalarınızı da sizə yığa bilərsiniz. Onun üçün bəzi, deməli, uzun müddət əvvəl tikildiyinə görə bəzi xırda işlərə də ehtiyac var ki, onların da hər biri görülüb alıcılara təhvil veriləcək. 2-ci mərtəbəyə qalxırıq. Burada sağda yerləşir 2-ci mərtəbənin sanuzeli. Sanuzeli çox böyükdür həqiqətən də. Burada yerləşir yataq otaqlarından biri. Pəncərələrin qarşısı hər biri açıqdır. Günəş işığı çox rahat şəkildə otaqlara düşür. Burada ailə üçün nəzərdə tutulmuş yataq otağı. 2-ci mərtəbədə artıq hiss edilmə radiator vasitəsilə təchiz olunur ki, xətlərin hər biri çəkilib hazır vəziyyətdədir. Start qiyməti 104.000, əlaqə saxlamağı unutmayın, real alıcılara endirim olunacaq. Sağ olun, hələlik.